Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 9-cu siniflər üçün 2025-ci ildə nəşr olmuş topudan interrogative words and sentence, yəni sual sözləri və sual cümlələri başlığından bir neçə testin izahına baxırıq. Onu da qeyd edim ki, bu başlıqda 3 sual strukturu, yəni sual sözlərini seçmək, disjunctive question, yəni ayrıcı suallar və ya interrogative sentence testləri eyni başlıq altında verilib. Yaxşı olar ki, siz bu mövzunu 3 hissəyə böləsiniz, disjunctive questionu ayrı işləyəsiniz, sual sözlərini tapmağı ayrı işləyəsiniz, interrogative sentence, yəni sual cümlələrində tapmağı ayrı işləyəsiniz. Ona görə də videolarda ayrı-ayrı çəkilib. Əgər hansı qaydanı öyrənmək istəyirsinizsə, həmin başlığın adını kanalımızda qeyd edib həmin videoya baxa bilərsiniz. Disjunctive question izləmək üçün kanalımızda disjunctive question ya da ayrıcı sual qeyd edərsiniz. Yox, əgər interrogative sentence qeyd etmək, baxmaq istəyirsinizsə, bu zaman interrogative sentence, yəni sual cümlələri strukturuna baxırsınız. Bu video isə sadəcə interrogative words, yəni düzgün sual sözlərini seçməyi öyrənəcəyik. Əvvəlcə onu qeyd edim ki, bu videoda qaydalardan mütləq bunlara diqqət edin. Nöqtədən sonra birbaşa xəbər gəlirsə, demək ki, bu mübtədanın sualıdır. Cavabda ya who ya da what seçə bilərik, çünki mübtədaya sualı who ya da whatla veririk. Əgər nöqtələrdən sonra birbaşa isim verilibsə, bu zaman varianta who, whose, which, what, how many, how much, what kind of və ya digər oflu birləşmələrdən birini seçə bilərik. Əgər cümlənin sonunda söz önü varsa, bu zaman who, what seçə bilərik. Hər bir testi izah etdikcə ona aid qaydaları qeyd edəcəm. Mütləq siz də özünüz üçün qeydlər aparıb növbəti testləri, yəni izah etmədiyim testləri özünüz yazmağa çalışın ki, mövzunu tamamilə qavraya biləsiniz. Birinci testə baxırıq, nöqtələrdən sonra birbaşa xəbər verilib. Baxırıq variantımızda mübtədanın sualları varmı? Bəli, C və D variantları var. İndi tərcümə etməliyik. Who is making ya da what is making coffee today? Bugün kofeni hazırlayır kim ya da nə? Bilirik ki, canlı insan hazırlaya bilər. Ona görə cavab olur C variantı. Bugün kofeni kim hazırlayır? İndi isə 5-ci testin izahına baxırıq. Burada da birbaşa xəbər verilib. Has been signed imzalanır menecer tərəfindən. Mübtədanın sual olduğu üçün cavab olur Y variantı. Nə imzalanır menecer tərəfindən? 6-cı sualda cümlənin sonunda söz önü var. Söz önü varsa cavab ya who ya da what'dır. Demək ki, burada variantımızda sadəcə who var. Ona görə cavab olur D variantı. 9-cu testə baxırıq. Yenə cümlənin sonunda söz önü var. Qeyd etdiyi söz önü varsa demək cavab ya who ya da what'dır. Burada hər ikisi var. Ona görə də hər ikisini seçə bilərik. Cavab olur 1, 2, C variantı. İndi isə baxaq 15-ci testin izahına. Ofla birləşmələr. Ofla birləşən bağlayıcılar, daha doğrusu sual sözlərimiz 1, whom, bir də which ola bilər. Bunlar arasındakı fərqə çox diqqət edin. Whom of qızlardan kimi ya da qızlardan kimə deməkdir və özündən sonra mütləq köməkçi, sonra mübtəda, sonra isə xəbər gələ bilər. Which of da isə birbaşa xəbər gələ bilər. Bu isə qızlardan hansı deməkdir. Baxırıq tərcüməyə, qızlardan hansı Fransaya səyahət edib. Bu daha məntiqlidir. Ona görə cavab olur C variantı. Həm də söz sırası ilə bu testi tapa bilərdiniz. 16-cı testin izahında did his parents punish him? Onun valideynləri onu cəzalandırır. Cümlədə köməkçi mübtəda xəbər verilibsə, yəni nöqtədən sonra birbaşa isim yoxdur, söz önü yoxdur, xəbər yoxdursa, demək bunu mütləq tərcümə ilə tapmalıydınız. Onun valideynləri onu cəzalandırır. Why? Niyə? 1 doğrudur. What? Nə? Bu uyğun gəlmir. When? Nə vaxt? Bu uyğun gəlir. Onun valideynləri onu nə vaxt cəzalandırdı? 3 doğru gəlir. Who isə uyğun gəlmir, çünki onun valideynləri onu cəzalandırdı. Kim? Uyğun gəlmir. Ona görə cavab oldu 16-da C variantı. İndi isə baxaq 23-cü testin izahına. Burada cümlənin sonunda söz önü var. Demək söz önü varsa cavab ya who ya da what'dır. Variantımızda sadəcə who var. Cavab olur A. Tərcümədə deyir ki, who did you sell the bike to? Sən velosipedini kimə satdın? Baxırıq cümləmizdə 25-ci testdə birbaşa shoes verilib, yəni ayaqqabı verilib. Özündən sonra birbaşa isim istəyənlər whose və which olmalıydı. Cavab oldu 2, 3. Y variantı. İndi isə baxırıq 29-cu testin izahına. Lay the table, süfrə salır. Birbaşa xəbər gəlir. Birbaşa xəbərdirsə cavab olur variantlardan who, kim süfrəni salır. 30-cu testə baxırıq. Are Nick's gloves? Deyir ki, Nick'in əlcəkləri ola bilər hardadır? 2 doğrudur. Nick'in əlcəkləri hardadır? How much da seçə bilərik. Neçiyədir? How many seçə bilməliyik, çünki how many'dən sonra birbaşa isim gəlməlidir. Burada isə birbaşa isim gəlməyib, ona görə bu yanlışdır. Whom isə Nick'in əlcəkləri kimədir mənacı uyğun gəlmir, ona görə cavab olur 1, 2. Burada sizin nəzərinizə bir nüansı çatdırım. How much həm nə qədər deməkdir, həm də neçiyə deməkdir. Burada isə mənası neçiyə mənasına görə uyğun gəlir, ona görə cavab olur 1, 2, C variantı. 31-ci testdə nöqtələrdən sonra train gəlib, isim gəlib. Yadınızda saxlayın, cümlənin sonunda söz önü var, amma nöqtələrdən də sonra isim varsa, bu qaydada mütləq və mütləq nöqtədən sonraya baxmaq lazımdır. İsimləşdirən bağlayıcı sual sözümüz Y variantıdır. Which deyir ki, hansı qatarı sən gözləyirsən?
32-ci testdə bununla eyni testi 31-in qaydasına əsasən 32-ni özünüz yazmağa çalışın ki, qaydanı tamamilə mənimsəyə biləsiniz. 35-ci testin izahına baxaq. Was he late for the party? Deyir ki, o partiyə gecikib, cavab ola bilər. Niyə? D variantı doğrudur. Köməkçi mübtəda xəbər gəldikdə mütləq cümləni tərcümə etməyə çalışın. 36-cı testdə də gəlin baxaq. Kate studying at the university. Kate təhsil alır universitetdə. Olmalıydı. Kate universitetdə təhsil alır. Who uyğun gəlmir. Bu mənaca uyğun deyil. What hansı universitetdə? Bu mənaca uyğun ola bilər. Kimin mənaca uyğun gəlmir? D variantında whom variantça uyğun gəlmir. Kimə təhsil alır? Which hansı mənasındadır? İndi diqqətlə baxın. Burada universitetdə təhsil alır nəyə? Nə üzrə mənasında işlənir? Ona görə nə təhsil alır? Ona görə cavab B variantı doğrudur. Y variantında isə hansı universitet olsaydı düz gələrdi? Yəni universitetdən sonra birbaşa isim gəlsə bu doğru ola bilərdi. Ona görə cavab olur B variantı. 37-ci testdə did you send a letter to? Cümlənin sonunda söz onu varsa cavab Yahoo ya da Water. Ona görə cavab olur B variantı. 39-cu testə baxırıq. Did you eat dinner? Sən nahara etmisən. Mənaca burada B variantı da uyğun olar. Sən nahar harda etmisən? When nə vaxt etmisən? How necə etmisən? Hamısı uyğun gələ bilər. Amma əgər bizə cavab verilibsə, biz həmin cavaba əsasən sual sözünü seçirik. Deyək ki, mən bir neçə saat əvvəl nahar etmişəm. Demək ki, burada soruşulmuş ki, nə vaxt nahar etmisən? Ona görə cavab olur Y variantı. İndi isə gəlin baxaq 44-cü testin izahına. Əgər sizə ikili test verilibsə, yəni bu tipdə iki nöqtəyə uyğun olan söz verilibsə, mütləq bunun biri daha mənaca uyğun gələndə ondan başlayırsınız. Məsələn, burada birbaşa isim gəlib, bir-iki isimlə işlənən sadəcə D variantındakı water. Water hər iki nöqtəyə qoyub tərcümə edirik. What is there on the sand? Qumunun üzərində nə var? Bu uyğun gəlir. What books are teenagers interested in? Yeniyetmələr hansı kitabla maraqlanır? Ona görə cavab olur D variantı. 45-ci testdə yenə eyni qayda ilə cümlənin sonunda söz önü varsa cavab ya who ya da water. Onu da qeyd edim ki, veya olan from olarkən bura veya da uyğun gələr. Yəni veya from. Cavab olur burada A variantı. Deyir ki, insanlar bu cavan insan, adam hardandır? Ona görə veya uyğun gəlir. İkinci cümlədə isə where will they gather? Onlar harada toplaşıblar? Ona görə cavab oldu A. 52-ci testdə də baxaq, birbaşa xəbər gəlib makes. Hansında xəbər gəlirdi? Bir dənə What'dan sonra xəbər gəlirdi variantımızda, bir də who'dan. Variantda who yoxdur, demək olar ki, cavab oldu what, A variantı. What makes you different from other students? Deyir ki, səni digər şagirdlərdən nə fərqləndirir? What are the types of work can you do? Sən başqa hansı işi bacarırsan? 53-cü testə baxırıq. Burada köməkçi mübtəda xəbər verilib. Baxırıq ki, variantlarımızda how long, whom, when, what time, how long ago verilib. Yadımızda saxlayırıq, zaman mövzusundan tanıyırdıq ki, əgər cümləmizdə bitmiş zaman varsa biz ora when, what time və how long ago işlədə bilmərik. Ona görə C, D, E variantları çıxır. Bir daha qeyd edirəm. When, what time, how long ago. Bir də how often olan cümlələrə bitmiş zaman, yəni have plus P2 qoymaq olmaz. Qalırıq AB arasında. Deyir ki, he, noun, Anna. O Annanı tanıyır. How long, nə qədər müddətdir. Ona görə cavab oldu A variantı. İndi isə gəlin baxaq 80-ci testin izahına. Onu da qeyd edim ki, izah etmədiyim testlər, yəni burada izah etmədiyim testlər növbəti videoda izah olunacaq. Çünki o sual cümlələridir. Biz isə bu videoda sadəcə sual sözlərinə baxırıq. İndi isə 80-ci testə baxırıq. Cümləmizdə yazıb could you finish the work on time? Sən işi vaxtında bitirdin. İkinci cümlədə isə deyir ki, can the student improve himself? Şagirdlər özlərini necə inkişaf etdirirlər? Baxın, variant hər ikisinə uyğun gəlir. A variantı how, necə? Sən işi vaxtında necə bitirdin? Bir də şagirdlər özlərini necə inkişaf etdirə bilirlər? Ona görə cavab oldu A variantındakı how. 82-ci testin izahına baxaq. Do you intend to have a party? Sən parti keçirmə niyyətindəsən. Uyğun ola bilər. Nə vaxt? What time? Bir də when, nə zaman? 1-4 doğrudur. Cavab oldu A variantı. What nə uyğun gəlmirsən? Parti keçirmə niyyətindəsən nə? Bir də parti keçirmə niyyətindəsən kimi? Mənaca uyğun gəlmir deyə cavab oldu 1-4. İndi isə baxaq 83-cü testin izahına. Yenə eyni qayda ilə burada bitmiş zaman var. Bitmiş zaman varsa biz bura qətiyyən when, what time və how long ago qoya bilmərik. Cavab olur ya B ya da Y. Cümləyə baxırıq, görək who mu yoxsa how long mu uyğun gəlir. Deyir, mebelin tozu alınıb, nə qədər müddətdir? Cavab olur B. Y variantı kim uyğun gəlmir deyə onu seçə bilmərik. İndi isə baxaq 86-cı testin izahına. Ofla birləşmə var. Ofla birləşənlər what ofla birləşmir, who ofla birləşmir, which of olur, how many of olur. Ona
görə cavab olur 3, 4, Y variantı. Which ya da how many of these cities did the delegation visit deyir ki, neçə şəhəri ya da hansı şəhərləri nümayəndələr ziyarət edəcəklər. İndi isə baxırıq 89-cu testin izahına. 89-da bizə verilib köməkçi mübtəda xəbər, demək cümləni tərcümə etməliyik. Did that accident happen? O hadisə baş verib. O hadisə baş verib nə vaxt? 1. O hadisə baş verib necə? How, düzdür. O hadisə baş verib niyə? Bu da doğrudur. O hadisə baş verib nə? What uyğun gəlmir. O hadisə baş verib hansı uyğun gəlmir. Ona görə cavab olur 1, 2, 3, yəni Y variantı. İndi isə baxırıq 97-ci testin izahına. Yenə burada bitmiş zaman var. When qoya bilmərik. Bu yanlışdır. Have you had a computer? Sənin kompüterin var. Cavabda deyir ki 2 ildir ki var. For 2 years demək ki bizdən soruşub nə qədər müddətdir var. Ona görə cavab olur D variantı. Yadınızda saxlayın. Əgər sizin cavabınız for 2 years ya da since olan bir şey, about 2 years bu tipdə sözlərdirsə ya da by 2 years bu tipdə sözlərdirsə, demək ki bu bitmiş zamanın sualıdır. Siz onu seçirsiniz how long. Yox, əgər variantımızda once a week, bir dəfə, həftədə bir dəfə, həftədə 2 dəfə ya da dünən, bugün, sabah belə tipli sözlər verirsə, artıq siz ora when, what time, how long ago tipli zaman suallarını seçirsiniz. Burada soruşur, sən nənəni ziyarət edirsən, o da deyir həftədə bir dəfə. Demək ki biz burada seçirik nənəni tez-tez mi ziyarət edirsən? How often? How often-ın tərcüməsi tez-tez mi deməkdir? Ona görə uyğun gəlir Y variantı. İndi isə baxaq testimizdə 99-cu testin izahına nöqtələrdən sonra birbaşa xəbər gəlib happened. Cavab ya B ya da Y-dir. İkinci nöqtələrdə isə source birbaşa isim gəlir. Bilirik ki who-dan sonra isim gəlməz. Ona görə cavab olur Y variantı. Burada məsələn whose variantını ona görə seçə bilmərik ki, ikinci tərəfə görə whose source uyğun gələr, amma birinci nöqtədə who'dan sonra birbaşa xəbər gəlməz, və-dən sonra ümumiyyətlə nə xəbər, nə də isim gəlməz, why-dan da sonra eyni ilə nə xəbər, nə də isim gəlməz. Bunların hər birindən sonra köməkçi, sonra mübtəda, sonra xəbər gəlməli idi. Y variantını tərcümə edir ki, nə baş verdi konferansdan sonra, bir də hansı informasiya mənbələrindən istifadə edirsən. İndi isə baxaq 101-ci testin izahına. Burada yenə iki nöqtəmiz var. İkinci nöqtədə birbaşa makes xəbər verilib. Bilirik ki, why-dan, whom-dan, when-dən, whose-dan sonra birbaşa xəbər gəlməz. Ona görə cavab olur A variantı. What are the English people proud of? Nə ilə fəxr eləyirlər? Bir də what makes her so graceful? Onu nə belə graceful edir. İndi isə baxaq 103-cü testin izahına. Nöqtələrdən sonra birbaşa isim gəlib. İsimlə işlənənlər oldu which, oldu how many və oldu whose. Kimin kitabları ingilis ədəbiyyatında sən did you send him, ona göndərdin. How many, neçə kitab göndərdin, bir də hansı kitabları göndərdin. Kimin, hansı və neçə kitab, cavab oldu 2, 3, 5 A variantı. İndi isə baxaq digər suallarımızın izahına. 105-ci testdə bizə verilib. Cümlənin sonunda söz önü verilib. Cümlə sonunda söz önü varsa cavab 1 who, bir də what ola bilər. Ona görə cavab oldu 1, 3, C variantı. Who is surprised ya da what is he surprised? O kimə ya da nəyə təəccüblənir. 107-ci testə baxırıq. Daha doğrusu 106-cı testə baxaq. Yenə about yazılıb. About 2 years. 2 ildir ki, əvvəldə qeyd etdiyim forla olanlar, by olanlar, since olanlar, about olanlar, bunların hər birinə how long-la sual verməlisiniz. Ona görə cavab olur A variantı. Burada bitmiş zaman var deyə qətiyyən bura when, ago ya da how often seçə bilməzdik. Va isə cavaba uyğun gəlmir deyə cavab oldu A variantı. 107-ci testdə də baxın, eyni qaydada for var deyə seçməliydik how long. İndi isə baxırıq 115-ci testin izahına. Did she come and see you? O gəlir və görür səni. Nə vaxt, nə zaman? Ona görə cavab oldu 3 və 4 D variantı. Tərcümədə bir uyğun gəlmir, o gəldi və gördü səni nə, hansı o gəldi və gördü səni. Bu da uyğun gəlmir deyə cavab oldu D variantı. 119-cu testin izahına baxırıq. Once a year cavabımız varsa demək ki bizdən tez-tez mi sözü soruşulub, ona görə cavab oldu A variantı. Deyir ki sən maşının təmirə tez-tez mi ehtiyacı olur? İldə bir dəfə. İndi isə baxırıq 122-ci testin izahına. Bizə nöqtələrdən sonra yenə bitmiş zaman verilib. Bitmiş verilibsə when və what time işlətmək olmaz. Cavab oldu since when və how long.
deyir ki, onlar bu layihəyə nə qədər müddət daxil oldular? 1, 4 doğrudur. Cavab oldu Y variantı. 126-cı testin izahına baxırıq. Nöqtələrdən sonra birbaşa isim verilib, sonda söz önü verilib, amma nöqtəyə yaxın olana baxmalıyıq. Platforma verilib, ola bilərdi bir what, bir də which ola bilərdi. What kind of eləcə işlənməz, mütləq what kind of olmalıydı. How isə zərfin sualda qətiyyən özündən sonra isim qoymaq olmaz. Cavab oldu 1, 2, A variantı. İndi isə baxırıq 128-ci testin izahına. Birbaşa nöqtələrdən sonraya baxdıq. İsim gəlib. Variantlarımızda A və B-dən sonra birbaşa isim gələ bilər. Who'dan və what'dan sonra, when'dən, why'dan, who'dan sonra birbaşa isim gələ bilməz. Stopped feili gəlib ikinci nöqtədə. Bilirik ki, who'dan sonra birbaşa xəbər gəlməz. Ona görə cavab oldu B variantı. What tools did you use while working? İşləyərkən hansı alətdən istifadə edirsən? Ya da nə dayandırdı uşağı küçəni keçməkdən? Cavab olur B variantı. 133-cü testin izahına baxırıq. Burada bizə verilib birbaşa köməkçi mübtəda xəbər, cümlə sonunda söz önü var. Hər iki cümlənin sonunda söz önü var. Demək ki, söz önü ilə işlənənlər who və what'dır. Cavab oldu C variantı. Tərcümədə deyilir ki, did Amy discuss the problem with kim ilə Amy problemi müzakirə etdi ya da sənin qonşun danışır kimin ilə. İndi isə baxırıq 140-cı testin izahına. 140-cı testdə yenə cümlə sonunda söz önü verilib. Bilirik ki, who və what'dan sonra söz önü ola bilər. Elə cavab olur C variantı. İkinci nöqtədə isə birbaşa xəbər gəlib. Cavab olur what. Deyir ki, what were the children excited by? Nə tərəfindən uşaqlar həyəcanlandırıldılar? 2-də isə deyir ki, nə həyəcanlandırdı uşaqları. İndi isə baxırıq 140-cı testin izahına. Were his parents astonished at? Yenə cümlə sonunda söz önü var. Söz önü varsa cavab ola bilər what. İkinci tərəfdə what astonished his parents? Onun valideynini nə təəccübləndirdi? Ona görə cavab oldu D variantı. İndi isə baxırıq 142-ci testin izahına. Burada bizə verilib köməkçi mübtəda xəbər yazılıb. Is the woman whom you help? Kömək etdiyin qadın və ya hardadır? Bir uyğun gəlir. Kömək etdiyin qadın 4 kimdir uyğun gəlir. Amma kömək etdiyin qadın whom kimədir və nə vaxtdır uyğun gəlmir? Cavab oldu 1, 4, C variantı. 145-ci testində izahına baxaq. Burada did she solve the problem? Sən problemi həll edirsən. Və nə vaxt həll etdin? How necə həll etdin? Sən problemi həll etdin, kim uyğun gəlmir? Sən problemi həll etdin. Bu ümumi sual cümləsi kimi doğrudur. Sən problemi həll etdin, nə uyğun gəlmir? Ona görə cavab olur 1, 2, 4, B variantı. İndi isə baxaq 154-cü testin izahına. Did you expect to see there? Sən orada görməyi gözləyirsən kimi, whom və nəyi? What ola bilər. What'u qeyd edeyim ki, o həm kim, daha doğrusu what, nə, nəyi, nəyə, hansı mənalarını, hətta nəticə mənasını verə bilər. Burada when uyğun gəlmir, çünki sən orada gözləyirsən ki, görəsən nə vaxt uyğun gəlmir, bir də niyə uyğun gəlmir. İndi isə 60-cı testin izahına baxırıq. Burada bitmiş zaman verilib. Bilirik ki, bitmiş zaman varsa ago, when, what time işlətmək olmaz. Ona görə cavab olur 1 və 3. Nə vaxt ya da nə zamandan, neçə müddətdir ya da nə zamandan bəri sənin F heyvanın var. İndi isə baxaq 164-cü testin izahına. Bu cümlədə deyir ki, Rosie danışır talk to, kiminlə danışır? On the phone, telefonda. Demək ki, biz burada kimin ilə danışır deməliyik. Cavab olur D variantı. Çünki cavabda deyir ki, əmin deyiləm, it is Miranda. Bu Miranda ola bilər. Variant olaraq A, B, C, Y mənaca uyğun gəlmirsə qətiyyən onu seçə bilməzsiniz. Yəni həm də bu testdə cümlələri tərcümə etmək lazımdır. İndi isə baxırıq 167-ci testin izahına. Burada verilib bizə do you think it depends on? Sən düşünürsən bu asılıdır. Cümlənin sonunda söz önü var. İkinci cümlədə deyir ki are you complaining about? About da yenə söz önüdür, haqqında deməkdir. Söz önü ilə işlənən bir who, bir də what idi. Ona görə cavab olur 2, 3. D variantı. Bir daha qeyd edirəm. Əgər cümlənizin sonunda söz önü varsa, bu zaman mütləq who ya da what'u seçə bilərsiniz. Bu qeydləri özünüz üçün aparıb digər testləri də bunun əsasında yaza bilərsiniz. İndi isə baxaq 169-cu testin izahına. Birinci nöqtələrdən sonra birbaşa feil verilib, xəbər verilib. Bilirik ki, who'dan sonra isim gələr. Y variantında whom'dan sonra köməkçi feil gələr. Yenə B variantı who'dan sonra isim gələr deyə bunu çıxırıq, qalırıq A və D variantlar arasında. İkinci nöqtələrdə isə purse, pul kisəsi verilib. Bilirik ki, pul kisəsi isimdir. A variantında who'dan sonra isim qoymaq olar.
cavab olur A variantı. Who'dan D variantında who apostrof S-dən sonra P2 yazsaq daha məntiqli olurdu. Deyir ki, who's left the purse here? Kim burada pul kisəsini unudub? Whose purse is this? Bu kimin pul kisəsidir? Eyni bu qaydaya əsasən 170-ci testi də özünüz yaza bilərsiniz. Bir daha qeyd edirəm. Bütün izahlara baxmaqdansa nümunə izahlara baxıb digər testləri özünüz yazmağınız daha məntiqlidir. İndi isə baxırıq 182-ci testin izahına. 182-də bizə verilib Jane have English. Jane'in ingilis dili dərsi var. What verə bilməli, çünki bu cümlədə what mübtədanın bir də tamamlığı sualı olur. Bu cümlədə mübtəda da var, tamamlıq da var. Ona görə biz what'u seçə bilmərik. Who seçə bilmərik, çünki who cümlədə mübtəda varsa ona sual verə bilmərik. İkini seçə bilərik, tez-tezmi Jane'in ingilis dili dərsi olur? Bu doğrudur. 4-ü seçə bilərik, nə vaxt ingilis dili dərsi olur və 5-i seçə bilərik. Bu cümlə özü olduğu kimi ümumi sual cümləsidir. Həmin cümlənin önünə sözünü, daha doğrusu sual sözü qoymasaq da o cümlə düzgün sual cümləsi sayılır. Ona görə cavab olur C variantı. 83-cü testə baxırıq. Burada they have a discussion, onların müzakirəsi var. Onlar da var, mübtəda da var, tamamlıq da var. Ona görə what və who-nu çıxırıq. Çünki cümlədə mübtəda da tamamlıq da varsa, ora artıq biz who ya da what qoya bilmərik. İkini qoya bilərik, deyir onların nə vaxt müzakirəsi olur. How often tez-tezmi müzakirəsi olur. Bir də heç nə qoymaya bilərik. Çünki bu cümlə özü olduğu kimi ümumi sual cümləsidir. Ona görə cavab olur 2, 3 və 5. Yəni D variantı. İndi isə baxaq 243-cü testə bir daha səslə qeyd edirəm. Burada 184-cü tipli test. Yəni ümumi sual strukturu soruşan testlərin izahına baxmaq istəyirsinizsə, kanalımızda interrogative sentence yazın. Words yox, sentence yazın, həmin sualların izahına baxın. Baxırıq 243-cü testin izahına. Burada yazılıb will it take you to learn the poem? Sənin aparır vaxtını poemanı, şeiri öyrənmək olmalıydı. Nə qədər vaxtını aparır? How long? Nə qədər müddət vaxtını aparır? 3-ü seçə bilərik və how much time? Nə qədər müddətini aparır? Ona görə cavab olur 3-4. How aparır? Mənə uyğun gəlmir. Necə aparır? Sənin şeir öyrənmək sənin necə aparır? Bu uyğun gəlmir. How often tez-tezmi şeir öyrənmək sənin aparır? Xeyr. Ümumiyyətlə it take mənası vaxt aparmaq deməkdir. Məsələn, it takes 5 minutes, 5 dəqiqə aparır. Buradakı 5 minutes sözünü sual vermək üçün how long və how much-dan istifadə edə bilərik. Bununla da bu başlıqda sual sözlərinə aid testlərin izahına baxdıq. Disjunctive questionlar, yəni buradakı 131 tipli testlərin izahı disjunctive başlığı altında paylaşılıb. Ümumi 244-cü tipli testlər interrogative sentence başlığı haqqında paylaşıb. Bu testdə isə siz sadəcə sual sözlərinə aid testlərin izahına baxdınız. Yaxşı olar ki, siz də özünüzə bu mövzunu 3 hissəyə bölüb elə öyrənəsiniz. Dinlədiyiniz, öyrəndiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olmağı, şərh yazmağı, paylaşmağı unutmayın. Hər birinizə çox-çox təşəkkür edirəm.